Dostlar, video davam eləyir. Bu üçüncü hissədir bizdə. Hələ ki biz indi düzdür, bu çox gözlənir, amma analiz eləyəndə biraz tez başa gəlir. Prosta mən sizə çalışıram ətraflı, yəni danışım. Deməli, birinci növbədə sizə indi burada bəzi məqamları göstərib, bəzi açıqlamaları verəcəm. Diqqətlə yaxın oturun. Biz hələ ki həftəlik şamdayıq. Həftəlik şamdan sonra günlük şama keçəndə biz nələrə baxacağıq növbəti hissələrdə. Bunu çoxlu hissələrə bölmüşəm ki, ətraflı çəkilsin. Diqqətlə fikir verin. Deməli, mən burada çoxları, mən birinci hissədə biraz çox çəkmişdim. Orada blok və falan hamı qarmı qatışığa düşdü və bilmədi ki, nədir, necədir, nə cürdür və s. Qaldılar belənçə ki, biz burada neyniyək? Yəni, kiçik, əslində bu, bizdə niyə bir həftəliyə mən gəlmişəm? Çünki bir həftəliyin trendi bizə dəfələrlə çox qazandırır. Onu siz həmişə qulağınızda sırğa eləyin. Bilin, bir həftəliyin trendi bizə çox qazandırır. Fikir verin, ən azından heç nə demirəm. Bir həftəliyin trendi var. Görürsünüzmü? Buradan tutam ki, qalxışı götürdü. Növbəti dəfə buradan müəyyən qədər qalxdı. Düzdürmü? Və bu hissədə sən əgər trendi atsaydın, təqribi biləcəydin ki, tutalım buracan gəlib. Bundan sonra sələ verdi. Düz kiçik time frame-də sən bu rozulu xətti görəndə qayıdacaqdın bir həftəliyə. Bilirsən ki, məsəl üçün bir həftəlikdir. Ona görə mən rəngləmişəm. Rəngə görə bilirsən bu bir həftəlikdir, standartdır. Qayıdırsan, görüm orada nə baş verir. Görürsən ki, belə gəlir, значит, buradan hardasa düşüş var. Səni heç nə demirəm, çoş, moş, çiş, piş, giş şeylər demirəm. Və burada nə var? Sifariş bloku var. Görürsünüz bir həftə. Sifariş bloku nəzərə alaraq seli fikirləşəcəkdin və üz aşağı açacaqdın. Gözləyəcəkdin ki, növbəti sənin hissə buracan gələ bilər. Görürsünüzmü? Ən azından sən bunu gözləyəcəksən və buradan da bura sənin nəticədə bir də sizə bir söz deyim. Əvvəlki videoda mən sizə bir balaca burada gedişatda 85-86 dedim, heç kim diqqət yetirmədi. Çünki siz videoya o qədər diqqətsiz baxırsınız ki, bəzən mən videoda ipuçları görüm kim ona diqqət yetirəcək. Fikir verin, 86 hələ qiymətin olan yeridir, 85 və s. qalxacaq və s. Görürsünüz, 74 mindən qalxmışdı bu hissəyə kimi. İndi mən həmən o işarəni gətirəndə bura görürsünüz, 74 mindən özü maqnit çəkir. 85 minəcən qalxmışdı. Bu ardıca, məsəl üçün bu hissədən, məsəl üçün bu hissənin qalxışını deyim, 76 mindən toyuz, əstəfirullah. Yəni, buradan da görün nə qədər qalxış verim. İndi sizə bəzi məqamların, yəni mən özüm neyniyəcəkdim? Həftəlikdə mən bunları saxlayacaqdım. Və əsas yerləri saxlayacaqdım. Əsas yer bu hissədir, bu hissə qalacaqdır. Nəzarətdə əsas yer. Və burada da bizdə gördüyünüz kimi sifariş bloku yerləşir. Bu şam yaşlı şam. Bizdə sifariş blokudur. İndi bir dəqiqə hal-hazırda bunun özü bizdə burada sifariş blokumuzdadır. Və bu sifariş blokda yarıb keçmək üçün bir bizim trend xəttimiz var. 2 bizim trend xəttimiz var. Fikir verin, niyə burada qalıb? Görürsünüzmü? Fikir verirsinizmi? 2 dənə belə trend xəttin ortasında qalıb. İndi onu qoyaq qırağa. Trend xətti qoyaq qırağa və bu sifariş blokun bir dəqiqə. Qoyaq. İndi diqqət yetirək. Ən azından gəlin, çoxlar deyir ki, trend xətt boş şeydir. Trend xətti aparır, tulla, zibil vedrəsinə, ala uşaq danışma. Nə trend xətti, indi ki, bazarda trend xətti işləməyəsən, başın gişdir, axmaqsan desən. Belə fikirlər yaranır. Bilirsiniz, niyə elə fikirlər yaranır? Çünki istəmirlər ki, siz bazarı ətraflı görə biləsiniz. Ona görə belə fikirləri sizə yerləşdiriblər. Gəlin, ən sadə bir məqam deyim. Təsəvvür edin ki, burada iki nöqtənin birləşməsini, bir və iki nöqtənin birləşməsini eləsəydiniz, növbəti dəfə gəlib trend xəttə düşüb və deyib oradan düşməyini siz təqribi gözləyəcəydiniz. Gəlin biz ardısa biraz da böyüdək və diqqətlə baxaq. Növbəti dəfə fikir verin. Bu ikisini birləşdirdikdə növbəti dəfə bura yaxın biz düşüş gözləyəcəkdik. Ondan əlavə kiçik time frame-də də biz trend xətti birləşdirsəydi və s. Görürsünüzmü? Böyük time frame bizə nələr verir? Böyük time frame bizə nələr gətirir? Ən azından götürün bax. Tutalım qiymət 124-dür
və hardan düşəcəyini təqribi siz gözləyəcəksiniz ki, sizi kim aldı. Sonra da deyirlər ki, trend xətt boş şeydir. Yəni trend xəttdə fikir vermir, danışır. Və adicə burada görürsünüzmü? 2 dənə xətt çəkilib, görürsünüz. 2 dənə xətt çəkilib. Artıq gedişatda sel olduğunu bilirik biz. Bu bizim xəttimiz bizə imkan verir ki, biz hələ də əməliyyatımızı saxlayaq üzü aşağıda. Məsələn, müəyyən bir hissəsini bağladıqda future dəstəmizin məsələn 50%-ni bağlayıb 50% ayrılısı və getdikcə biz hələ buralarda da əməliyyatlar olacaq üzü aşağı. İndi onu biz kiçik time frame'lərdə diqqətimizi cəlb edəcək. Hələ ki biz burada ən azından fikir verin. Bu həftə ərzində olan şam bu həftə və gəlib bura dəyib və buradan bay açacaqdın. Görürsənmi? İndi isə necə də biz yatmışıq, görməmişik. Niyə? Gic konseptləri gedirik. Axmaq konseptləri gedirik. Oradan çoş verdi. Aç şamın içinə bax. Nə bilim, gör orada şamın içində qarışqa gəzir, yoxsa nə bilim nə gəzir. Order harda yerləşir? Ən çox order harda yerləşir? İndi bu instrument haqqında mən çəkəcəm və bu instrumentin mənasını qısaca sizə izah edəcəm. Böyük bir izahları verəcəm növbəti videoda. Və mənim burada saxlayacağım bu trenddir özüm üçün. Bu trendi növbəti dəfə qiymət gəldikdə, buranı qırdıqda, tutalım bu hissəyə gəldikdə, mən təqribi hardan və buralara gəlsə təsəvvür, və bu hissələrə gəlsə 133 mindən düşüşü gözləyəcəm artıq. Kimi? Əgər qırıb keçirsə, mən bay açacağım. Mənə imkan verəcək bu trendi mənim köməyim. Mən sizə bu analiz var. Mən sizə bu Bitcoin'i kim bilmirsə Bitcoin'in mən sizə analizinin görün hardan hara çəkmişəm. Fikir verin. Bax bu trend xətti əvvəlki videoda çəkmədim. İndi mən özümdə qeyd elədiyim yerlər var. Əslində bu Lojny Proboydur dostlar. Əsl trend xətt buradadır. Çoxlu toxunuşlar buradadır. 1, 2, 3, 4. Əsl trend xətt budur. Bu Lojny Proboydur. Çoxları bilmir. Çoxları əsl trend xəttlə Lojny Proboyu ayırt eləyə bilmirsiniz. Düzgün trend xəttinizi çəkə bilmirsiniz. Fikir verin. Götürəcəkdilər. Buradan bura götürəcəkdilər. Düzdürmü? Əslində buradan buradır. Bizim trend xəttimiz buradır. Bunun başqa silləri də var. Onu sizə demirəm. Başqa sillərin VIP qrupda olanlar üçündür. İndi isə ondan əlavə, VIP qrupdan əlavə şəxsi deyilən insanlar üçündür başqa sillər. Əgər deyəcəmsə nə vaxtsa. Onu da çox insanlar ölkədən də deyilik. Deməli, buradan əlavə. Biz buradan götürdüm və mən xəttimi buradan və buracan atdım. Bu mənim də dəstək və müqavimət xəttimidir. Hansı ki, gələcəkdə mən burada qalxışı gözləyə bilərdim. Ondan əlavə, bunu mən nə ilə yoxladım? Tradingdə isə bir neçə məqam üst-üstə düşmədi. Bu hissəni sizə izah elədim. Buradan. Bu hissədən çəkdim, yoxladım. Dönüş hardasa buralarda ola bilər. Əgər buranı qırırsa, deməli üz aşağı düşürsə, dönüşü mənim buradan gözləyəcəkdir. Bu ətraflı mən həftəlikdə bu metodu saxlayacağım. Yəni özümdə mənim bir dəqiqə bu metoddur həftəlikdə. Bunun özünə də bir diqqət yetirək. Ən azından fikir verin. Gəldi bu hissəni qırdıqda üz aşağı rahat selə girirsən, düzdürmü? Selə girdin və sonra isə bu hissəni də qırdıqda bir partiyada selə girirsən üz aşağı. Yəni rahat. Ən azından buranı götürək. İndi şam niyə burada elədi? Çünki aşağıda açılır, yuxarıda bağlayır. Ona görə yaşıldır. Heç nə demirəm. Buradan düşüş verdikdə artıq sən buradan sel olursan və növbəti gözlədiyin xəttin. Bu xətt olacaq. Məsələn, təqribən mən ölçünü qoymuşdum və yaxud da tutalım ki, bu sənin yerləşdirdiyin xətt. Görün bizə nə qədər köməyimizə çatıb. Ən azından burada da köməyimizə çatmışdı və buradan da biz əməliyyatları buraxsaydı müəyyən bir gedişatda bizim əməliyyatlar olacaqdı. Ən yaxın bizim yerimiz bu xəttimiz olacaqdı. Hansı ki, dəfələrlə bu xəttimiz bizə bir kömək eləyib. Verin. Görürsünüzmü? Sonra niyə qırmızıdır? Qiymət yuxarıda açılıb aşağıda bağlanıb. Qiymət yuxarıda açılıb aşağıda bağlanıb. Deməli, buracan qalxıb. Sonra burada bir partiya qiymət. Fikir verirsiniz, gəldi buracan, burada bağlandı. Yəni, ən azından sən
öz riskini gözləyən çox məqamlarda bizim köməyimizə çatır. Və bu kimsə deyirsə bu trend xəttlər hamısı boş şeydir, o düzgün demir. Onu siz yadda saxlayın. Çünki sizin fikrinizi gic-gic məlumatlarla doldururlar. Məsələn, deyəsən tam göstərmədim deyəsən. Yoxsa bayaq deyəsən buradan söhbət edim. Niyə qırmızıdır? Çünki yuxarıda açılır, aşağıda bağlanır. Yuxarıda açılıb, aşağıda bağlanır, ona görə qırmızıdır. Ən azından görürsünüzmü? Yəni şamın açılış və bağlanışından hər şeyi görmək olar. Bir də bizim yeni atdığımız trendimizdir. Əgər kimsə istəsə əlavə buradan, indi buna mən ehtiyac görmürəm, çünki gələcəkdə onu başqa bir trendinə bax. Buranı da maqneti yandırmaq lazımdır ki, bir də ehtiyac olmasın ki, sən nəyəsə ki, buradan burada bizim əlavə bir həftəlik olacaq, həftəlik bizim yəni addımımız olacaq belə deyək. Bu bizim analizimiz. Bir həftəlikdə bizim analizimiz. Bu analiz super analizdir. Yəni beləncik metod vasitəsilə birinci növbədə biz nələrə fikir verməliyik? Trendlərə fikir verməliyik. Trend xəttlərimizə fikir verməliyik. Fərq yoxdur, düşüşdür, qalxışdır. Bu bizdə gələcəkdə nə olsun bir partiya yarıb keçib. Ola bilər buradan gəlib belə dönərdi. Buranı yarıb sonra bura dəqib dönə bilərdi. İndi fırlanıb, hərrənib gəlib burada bu hissə dəyib dönmə ehtimalı var. Ona görə bunlar bizim hamısı göz qabağımızda olacaq, hamısı bizim nəzarətimizdə olacaq. Növbəti dəfə biz keçəcəyik günlüyə və günlükdə biz nələrə fikir verməliyik, onlara biz qərar verəcəyik. Düzdür, sizə qarma-qatışıq görsənə bilər, amma bunun heç biri qarma-qatışıqlıq deyil. Yadda saxlayın. Heç biri. Deyəsiniz ki, bu trend xətt bəlkə də sıradan çıxıb, bu trend xətt işləməyəcək. Ancaq işdir buranı qırsa, gəlib burada toqquşub düşmə ehtimalı var. Ona görə bu trend xətti mən silmirəm, bu trend xətt qalsın. Bu trend xəttin özü mənə 1, 2, 3, atlayış, 4, 5, 6, 7, görürsünüzmü? Burada bu hissədə nə qədər alıcı və satıcılar toplanıb, siz onu təsəvvür edə bilmirsiniz. Heç bir şamın içinə baxmağa ehtiyac yoxdur. Və bu qədər alıcı və satıcını, yüksək məbləğli alıcı və satıcıları, trend xəttləri, bu trend xəttləri bir dəqiqə bu qızıl kimi durub burada. Demə roz bu rəngdə. Hamı gözləyir ki, qiymət işdir. Bu hissəni yardı getdi, buradan işləyir. Bunu hamı bir dəqiqə gözləyir. Amma siz bunu gözləməyəcəksiniz. Çünki sizin xəttiniz burada olmayacaq. Girəcəksiniz konseptlərin içində işələnince. Şamın içinə baxın, harada nə var. Burada desin, qarışqa qaçdı belə. Görün bu qarışqanı tutun bir də. Burada milçək uçdu. Ehtiyac yoxdur onların heç birinə. Sizə çoxlu qazanc gətirə biləcəyiniz böyük time frame-də olan trendlərdir. Ən azından yenə də dəfələrlə deyirəm. Və bu xəttim mənim burada durub və buradan mən açdıqda görün nə qədər mənə burada xeyir gətirəcəkdir. Heç nə demirəm, hələ buracan hesablayın, bəs eləsin sizə. Özünüzü gedişatda götürüb çəkib və yoxlaya bilər. Bu sizə həmişə üstünlük verəcək, ürək dirək verəcək. Buranı qırdı, düşür üz aşağı, sel girəcəksin. Deməli, növbəti hissədə mən haranı gözləyə bilərəm? Növbəti hissə buranı gözləyə bilər. Rahatlıqla seldə olacaqsa, bu iki hissəni qırırsa, görürsünüzmü? Burada iki hissə var və ona görə bu hissəni tam qıra bilmir. Buradakı alıcı və satıcılar yığılıb bura. Buradakı alıcı və satıcılar da yığılıb bura. Görün, iki istiqamətin alıcı və satıcıları yığılıb bura. Hələlik dostlar, like vurun, paylaşın videonu ki, çox insan görə bilsin. Mən sizə yeni sirləri çəkim göstərdim. Yeni mövzuları çəkim göstərdim ki, siz bu konseptlərdən uzaq durasınız. Sifariş blok haqqında, orada blok haqqında 6 hissə çəkmişəm. 6 hissə. Baxın, öyrənin. FVG haqqında çəkmişəm. Baxın, öyrənin. Bir də bəzən siz, məsələn, VIP qrupu qoymuşam 100 ömürlük. Bəziləri yazır ki, neçənci dəfədə artıq mən axınıza fikir verdim.
Yazır ki, təşəkkür eləyirəm, nə bilim, Allah ürəyincə versin, sizə də çox sağ ol deyirəm, təşəkkür edirəm. Ancaq kasıblığa da fikirləş. Dostum, birinci növbədə mənim bu sahədə en qədər mövzular çəkmişəm. Mövzular, en qədər. Gir birinci YouTube videosuna bax, nə bilim, burada TikTokda bax, Telegram, pulsuz Telegram kanalımız var. Kiməsə deməmişəm, gəl mənim referalım o ki, mənim pulsuz videolarımı görə biləsən. Kimisə referallığa salmamışam məcburi. Heç lazım da deyil mənə məcburi kimisə referallığa salım. Bu en qədər videolar çəkmişəm. Hələ bu çəkdiyim mövzuları götürüb belə. Bunu sizə pulla öyrətdilər. Bu boyda mən izah elədiyim, hələ 3 sənə elə izah eləmişəm. Prosta biraz uzundur deyən, o çox istədiyim barədəcə. Biz xırdalığı, bunlar əslində belə baxanda tez baza xətti və atdın. Özümüz görürüz ki, anlayışı. Prosta sadəcə siz anlayasınız deyənə, siz dərk eləyəsiniz deyənə mən bunu bir balaca geniş danışa çox vaxt gedir. Sizə izah eləyirəm. Halbuki göz qabağındadır. Göz qabağında. Baba, bu xəttin göz qabağındadır. Sən buradan uji, sonra deyirəm mən neyim? Baxın, sən buradan uji görürsən, nə eləyə bilərsən? Heç bu xətt yoxdur. Bu xəttin sənin dursaydı, bu xəttin səni buradan düzgün dursaydı, sən bunu işləyəcəkdin. Görürsənmi? Görürsənmi nə qədər mövzular var? Nə qədər etaplar var? Sifariş bloku haqqında mən çəkmişəm sizə. Hələ dəfələn demişəm, $300 başlayaraq 5000-ə kimi öyrədirlər. İnternetdə qiymətlər var. Onu mən özümdən çıxartmamışam. 6 hissəni sizə öyrətmişəm. Özüm bölmüşəm, 6 hissə eləmişəm. Yaxşı, bu onda kasıbları düşünmək deyilmi? Sualıma cavab verin. 100 tütü VIP qrupuna siz onu çox görürsünüz. Halbuki ömürlükdür o 100 tütü. Orada VIP qrupda bəzi mövzular var ki, burada deyilməyəcək, orada çəkiləcək. Bəzi mövzu var ki, o mənim şəxsi özümündür. O nə VIP qrupda olacaq, nə də o pulsuz qrupda olacaq. Onu ancaq seçilmiş insanlar bilə seçilmiş. Ona görə hələ bu mövzuları sizə izah eləmək, Bitcoin-də görün nə qədər izah eləmişəm, sadə bir şeyi sizə izah edirəm. Əgər bunlarla getsəydi, şu bir dəqiqə sevinirdiniz. Xəttiniz dursaydı, sevinirdiniz. Xəttiniz dursaydı, bu qırıb bunu qalxırsa, sevinirdiniz. Xəttiniz burada dursaydı, sevinirdiniz. Xəttiniz burada dursaydı, bir partiyada sevinirdiniz. Burada xəttiniz olsaydı, sevinirdiniz. Hələ bu xətti qırmaqdan heç danışmıram. Hələ qırmayıb, hələ qəşəng gedir. Sevinirdiniz ki, seldəsiz. Bu xətti qırıb düşəndə sevinirdiniz, seldəsiz. Bundan artıq sizə mən nə görsədim, nə izah edeyim? Sadə bir dənə, heç bir dənə konsept var burada. Gəlin görsədin ki, hansısa bir konsepti burada mən görsətdim. Bəsdir. Biri gəlib deyir, məşq eləmə, promoyu götürüyor, balansla məşq eləyən demo balans boş gedir. Sən dünyada hansı idmançını görmüsən ki, gedib olimpiyadada və hardasa iştirak eləməmişdən qabaq, elə promoyu yuxudan durub deyib gedirəm, mən olimpiyadada yer tutub gələcəm. Hamı məşq eləyib, sonra eləyir, məşq eləyir, sonra eləyir, məşq eləyir, sonra eləyir. Qızılı çəkirdim, bəziləri yazırdı, nə oldu, qızılın üstündə yapışmışsan. Future manipulyasiyadır. Manipulyasiyadır, çıx o konseptlərdən, olma manipulyasiya. Keç böyük pulların işlədiyi yerlərə. Böyük insanların qazandığı yerlərə. Baba, bu böyük pulların işlədiyi yerlərdir. Beləcə konseptlərlə işləmirlər. Böyük pulların işlədiyi yerlərdir. Bu mövzu. İndi isə mən o vaxtı trend xətt haqqında sizə mövzular çəkib paylaşmışam. İndi isə mən ətraflı izah ilə görsədə gəldim.
like vurun, bölüşün videonu, gələn videolara qədər dostlar. Hələlik.